Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Səmimi söhbət rubrikasında mən Nuray sizinləyəm. Bugün tam fərqli bir qonağım var. Qonağım rəssam Mehriban Aluşovadır. Mehriban xanım, xoş gördük sizi. Çox sağ olun. Bizi belə gözəl emalatxananızda qarşıladığınız üçün minnətdarıq. Çox sağ olun Nuray xanım. Təşəkkür eləyirəm. Mənə çox xoş oldu. Mənim emalatxanama gəlmisiniz. Mənim üçün doğrudan xoş oldu. Biz təşəkkür edirik. Əvvəl istərdim oradan başlayaq ki, Mehriban xanım üçün rənglərin dili varmı? Rənglər nədir? Rənglər aləmi? Rənglər aləmi nədir? Mehriban xanım üçün rənglər aləmi deyərdim ki, rənglər aləmi nədir? Mehriban xanımın aləmidir. Mehriban xanım aləmi rənglər dünyasıdır. Ümumiyyətlə mənim nəinki rəssamlıq sənətində hər bir detala rənglərlə yanaşıram. Fərqi yoxdur. Evimdə, ailəmdə, çöldə o qədər rənglərə diqqət yetirirəm ki, o qədər rəngin bir-biri ilə uyğunlaşmasına, ahənginə fikir verirəm ki, nəsə bir şey xoş gəlməyəndə mən mütləq orada düzən yaratmalıyam. Mehriban xanım belə deyək, rənglər dünyasına, aləmi öz dünyasını deməkdir. Belə deyərdim mən. Mənim dünyam rənglər dünyasıdır. Bəs Mehriban xanım, adətən deyirlər ki, hər bir rəssamın əsərlərinin arxasında bir sir gizlənir. Ümumiyyətlə bu vaxtacan çəkdiyiniz hansı əsərin arxasında böyük sir saxlamısınız? Mən belə deyərdim. Ümumiyyətlə sirli qadın deyiləm. Sirli qadın deyiləm. Belə deyək. Əsərlərin arxasında da adətən çox vaxt deyirlər ki, əsərin arxasında sir yox. Mənim üçün əsərin arxasında mənim hisslərim, mənim duyğularım, mənim həmin günün rutini, əhval-ruhiyyəm, həmin günün onda mən onda da çalışıram ki, o ola bilər ki, insanam. Nəsə yolda gələndə, kimdənsə nəysə olur. Ya evdə, ailədə insanıq, normaldır, ailədir. Nəsə belə deyək, əsəbiyəm. Onunla da belə mən əlimə fırçanı alanda da mən çalışıram, görürəm, yox, mən gərginəm, əsəbiyəm, fırçanı qoyuram qırağa. Çünki mən istəyirəm ki, əsərlərimi sevgimlə yaradım. Ürəyimi ora qoyuram, sevgimi qoyuram. Yəni, heç vaxt istəmirəm ki, əsəbi vaxtlarımda mən başlayayım iş görüm. Mümkün deyil. Əsəbi olanda mən ümumiyyətlə işləyə bilmirəm, qızım. Alınmır məndə. Mən gərək xoşbəxt olam ki, mən başlayam fırçamı, belə deyə, fırçamla gözəllik yaradam. Belə. Bəs bu rəssamlıq işi, mən bilirəm ki, siz rəssamlığa daha gec yaşda başlamısınız, daha gənc yaşda deyil. Bəs bu sizin, rəssamlıq sizin üçün bir peşəm oldu, yoxsa həyatın, belə deyirəm, qarma-qarışıqlığından qaçış yolu mu? Məndə tamam başqa cür oldu. Mən maraqlıdır ümumiyyətlə bu rəssamlığa gəliş hekayəniz. Mən deyərdim ki, əksinə məndə belə deyək, qaçış yox, əksinə o gözəllikdən nəsə bir gözəllik yaratmaq oldu. İlhamlanmaq oldu. Çünki uşaqlar ailə qurdular, hər şey gözəl, evdə yoldaşım, mən, amma nəsə çatmır, çox şey çatmır. Axı, əvvəl ailə var idi, iş çoxdur. Ailə var idi, həmişə evdə adam, indi uşaqlar hamısı yer beyir, insan bir-biri ilə yaxşı oturdu, hər şey gözəl. Amma yenə nəsə çatmır axı. Kişi xeylağa getdi, səhər getdi, axşam gəldi evinə. Amma biz qadınlar evin içində sevmirəm də oturub seriala baxım, oturub elə şeyləri də çox sevmirəm. Amma nəsə istəyirəm evdə görəm, nəsə yaradam, nəsə görəm. Evimi çox sevən bir xanımam. Amma gördüm mənim nəyimsə çatmır da, mən nəsə eləməliyəm. Ali təhsilliyəm, o heç. Həmi indi kollecdə deyilən o vaxt texnikum qutarmışam, ali təhsil almışam, amma uşaqlarla əlaqəli, balalar, ev işləməmişəm. Evin içində evdar xanım olmuşam. Və mən dedim, yox, mən nəsə eləməliyəm. Bu mümkün olan şey deyil ki, mən evdə
başa düşdüm, indi uşaqlar hamısı yerbəyər olublar, amma bu elə deyil axı, bu mütləq gərək mən o enerjimi harasa da xərcləməliyəm. Adam, insan özündə hiss eləyir də, o enerjini hiss eləyir ki, məndə nəsə çatmır, mən nəsə eləməliyəm. Məndə ki, həmişə bu rəssamlıq sənətinə mən o qədər əl çatmaz baxırdım ki, mənim üçün əl çatmaz bir sənətdir rəssamlıq. İmенно rəssamlıq sənəti mənim üçün əl çatmır. Çünki ona görə istedad olmalıdır da. Öyrətməklə deyil, valla öyrətməklə deyil. İçdən gəlməlidir, candan gəlməlidir. Elə bir məndə qəribə bir o özümdə elə bir başladım onu hiss eləməyə ki, yox, mən nəsə bu rəssamlıq sənətini sevirəm axı. Və bir xanım var idi, eşitdim ki, o 30 neçə yaşı var idi, Günel xanım. Gördüm ki, o şəkillər paylaşır. Dedim ki, qızım onun 35 yaşı var idi. Mənim elə bir qızlarımla yaşıdı da belə. Dedim, qızım, sən belə deyək də, nə qəşəng belə axı, mən sənə tanısan rəssam deyilsən axı. Dedi, bəli, Mehriban xanım, mən gedirəm bəs Nizar Məmmədovun yanına, Sakit Məmmədovun oğlu, bilirsiniz də, xalq rəssamımız. Onun məktəbidir də. Bəs İstəyirsinizsə siz də gəlin. Dedim ki, elə şey ola bilərmi? Məni götürər, yəni axı mən yaşım çoxdur, axı mən necə öyrənə bilərəm? Mümkün olan şey deyil. Dedim, Mehriban xanım, yox, elə deməyin. Mən müəllimə deyərəm, görüm nə deyir. Sizə mən deyərəm. O da müəllimə deyib, müəllim də qayıdıb deyib ki, o qədər deyir, 60 yaşında gələn xanımlar var, belə deyir, kişilər var bu sənətə. İstedad varsa niyə də olmasın? Gəlsin. Baxaq. İndi mən də getdim qəşəng, yaxşı qarşılandım o heç. Və mənə gətirdi, müəllim bir qoydu, dolçadır, için yanında almadır, belə. Dedim, Mehriban, Naturimot, bəli. Mehriban xanım, əgər mən istəyirəm ki, bilim ki, sizin içinizdə nə var, görüm bu istedad varmı? Mən sizə heç nədir, sadəcə görün bunu necə, sonra mən sizə kömək eləyəcəm. Bunu necə, nə cür? Mən istəyirəm sizi tanıyım. İçinizdəki istedadı tanıyım. Bir də gördüm, gəldi, qayıtdı, dedi ki, Mehriban xanım, dedi, siz başqa müəllim yanına getməmisiniz. İnanırsınız. Qayıtdım, dedim ki, müəllim, yox, valla, getməmişəm. Getsəm, deyərəm, getmişəm də, burada nə var? Doğrudan getməmişəm. Dedi, Mehriban xanım, valla, mən baxıram ki, sizdə istedad var. Siz davam eləyin. Mən başladım, davam elədim. Bu sənəti artıq neçə ildir. Yəni, nəinki davam elədim, pandemiya da dövrü düşdü bizdə. Pandemiya dövründə heç kəs heç ara getmirdi də. Mən onda başladım, bax, sizə mən göstərərəm də qaşlarla, daşlarla cürəbəcir. Tamaşaçılarımıza o kadrları göstərəcəyik. Muncuqlarla, nə bilim də cürəbəcir materiallarla, nə bilim qızılı potal vərəqlər var, onlarla. Mən başladım özümdə axtarışlar aparmağa. Nəinki yağlı boya ilə müəllimdən öyrənirdim. Başladım özümdə axtarışlar aparmağa. İşlədim, böyük-böyük. Hələ məndə evimizdə çox böyük-böyük belə deyim sizə 2 metrənin 2 metr neçəyə, bir neçənin daha 2 metr nə qədəyə. Belə məndə başladım belə işləməyə. Başladı məndə doğrudan gözəl alındı, özüm də bildim. Sonra pandemiya yavaş-yavaş bitəndə biz getdik dərsə, müəllim baxdı, amma belə müəllim məni izləyirdi. Hər dəfə yazırdı ki, Mehriban xanım, nə qəşəng, nə gözəldir bu, halaldır sizə. Belə müəllim mənə motivasiya verirdi. Hələ bir belə yazırdı da, nəsə bir paylaşım eləyəndə yazırdı. Sonra xeyli mən işlədim. Pandemiya dövründə mən çoxlu böyük qəşəng öz üzərimdə işlədim. Əsasən də bu belənçi dekorativ tətbiqi sənət işləri əsasən başladım işləməyə. Müəllim də dedi ki, çox gözəl Mehriban xanım. Mənə qayıtdı, dedi ki, bəlkə siz sərgi eləyəsiniz. Siz artıq hazırsınız. Dedim, ay müəllim, yəni baxın, mən necə oldu gəlim, necə sərgi? Dedim, Mehriban xanım, sizin işləriniz çox gözəldir və Azərbaycanda çox az adamlar bunu işləyirlər də. Buna hər adam işləyə bilmir. Buna hövsələ, buna ümumiyyətlə vaxt və
istedad lazımdır. Bu sizdə var. Sonra mən başladım. Heydər Əliyevin 100 illiyi idi. Həmin ili mən qəşəng sərgi elədim. Çox gözəl də sərgi keçdi. Çox səs saldı, doğrudan səs saldı. Mən əvvəlcədən belə deyək də paylaşmışdım. Yəni cəmaət gəlsin də. İnanırsınız 3 gün yazmışdım. Nuray xanım 3 gün ərzində tanımadığım insanlar gəlirdi. Birinci gün öz tanışlarım elədim hardasa bir belə deyək də 50 nəfər belə. Amma mənə maraqlı idi ki, biri var ki özüm dəvət eləyəm, açılışdı. Amma mənə maraqlı idi ki, həmin o ikinci, üçüncü günü gələcəklərmi insanlar? Mənə həmişə o maraqlı olub. O dostlar o heç Allah canlarına dəyməsin, məni tək qoymadılar. Amma o bu ikinci, üçüncü günlər mənə o qədər maraqlı idi. İnanırsınız Nuray xanım, Allah haqqı deyə bilmirəm. Mən həmişə o qədər belə həmin anları qəribə bir hisslə qarşılayıram sərgi salonunun sahibi. O dedi ki, yoldaşıma demişdi ki, bəs mən hələ belə bir şey görməmişəm. Görmüşəm, açılışdı, gəldi. Amma belə axın səhər 12-dən axşam saat 6-7-yəcən cəmaət getmək istəmir. Otururlar, nə bilim, nəsə soruşurlar, bunu necə, nə cür, necə elədiniz? Hamı elə maraqlıdır. Soruşurlar, bunu nədən eləyirsiniz, bu materialı nədən, bu nədir, bunu belə. O qədər mənə maraqlı gəlirdi, heç bezmirdim. Çox adam sərgidə açılışı eləyir, gedir, oturur, bu cəmaət gəlir, gedir, deyir, çıxdılar, getir. Amma mən həmin o 3 günü səhərdən axşamacan kim gəlirdi onları hamısını qarşılayırdım və yola salırdım. Əlbəttə ki, burada mən izləyicilərim görəcəklər ki, mən nə var onu deyirəm doğru. Və belə, onda çox gözəl bir belə hisslər yaşamışam. Çox gözəl hiss oldu mənim ilk sərgim belə. Ondan da sonra mən demişdim ki, sərgim oldu, bitdi. Mən özümü təsdiqlədim, bəsdir, qeyb oturacam evdə. Davamlı özlüyündən gəldi. İnanırsınız Nuray xanım, mən fikrim o idi. Bitdi də, bəsdir də, day gedim, bəsdir. Sərgi də elədim, çəkə də bilirəm, gedim oturum evdə. Başladım özüm üçün hərdən belə. O sərgidən sonra, insanların o sevgisini görəndən sonra, Nuray xanım, elə bir qəribə məndə ehtiyac oldu yenə onlara. Mən daim istəyirəm ki, nəsə eləyim ki, bax, həmin o, belə deyək, o diqqəti yenidən qazanır. Diqqəti yenidən, o qədər elə bir qəribə bir ehtiyac mən yarandı ki, onlara qarşı ki, mən elə bir ki, yenə mən nəsə eləyim ki, bax, məni o sevən insanlar gəlsinlər, yenə məndən olsunlar. Mehriban xanım, fırçanız danışa bilsəydi, Mehriban xanımı necə anladardı bizə? Fırçam danışa bilsəydi, Mehriban xanıma deyərdi ki, sən bunu niyə, bax, o uşaq vaxtlarında, o cavan vaxtlarında başlamamısan, bax, niyə? Fırçam da dönərdi, məni danlayardı, deyərdi, bax, niyə? Bax, mənim fırçam mən o sualı verərdi. İndinin özündə də mən deyirəm ki, özümə deyirəm ki, görəsən mən niyə bunu əvvəlcədən başlamamışam? Çünki baxma qızım, hər şeyin özü kim nə deyir deyilsin, cavanlıq cavanlıqdır, uşaq qayğısı başqadır, cavan, amma insan baxma, bəlli yaşda ev, eşik, ailə, uşaq, bala, nəvə, bunlar insanın vaxtını alır. İnsanın vaxtını alır. İnsan daimi, belə deyək də, həyat gərginliyindədir. Tələbkarlıq hiss edir. Bəli. Kiminsə ona ehtiyacı var və bu tələbləri ödəməlidir. Çünki bilirsiniz, biri var, insan bir özünü düşünər. Biri var ki, gör nə qədər mən düşünürəm. Balalarım, ailəm, nəvələrim, qohumlar, belə şaxələnir deyənə, bizə insanda güc azalır, bunu deyim. Amma ki, kaş ki mən o uşaq vaxtı gələrdim. Amma sizin sözünüzü təkzib eləyəcəm burada, Mehriban xanım. Mən sizin əsərlərinizə baxanda, hazırda emalatxananız da görəndə, mən heç də fikirləşmədim ki, ailə və yaxud digərləri sizin enerjinizi ala bilib. Düzdür, başlamaq məsələsi indi yenə sizin o şəxsinizə aid bir məsələdir, amma sizin əsərlərinizi gördüyümdə, sizin ümumiyyətlə dekorativ tətbiqi sənətə dair əsərlərinizə baxdığımda heç də demək olmaz ki, Mehriban xanımın enerjisi tükənib. Məncə siz özünüzə qarşı biraz təvəzzökarlıq edirsiniz bu barədə. Doğrudan düz deyirsiniz. Hərdən mənə də elə deyirlər. Deyirlər ki,
Düzdür, insanlar həmişə mən olum. Kimsə mənim qarşımda desin ki, tutaq ki, yaşlanmışam, gücüm yoxdur. Mən əlbəttə ki, ona motivasiya verməliyəm. Sizə nə olub ki, cavansız, hələ bizim hələ qabaqda nə qədər günlərimiz var. Amma inan ki, elə deyil. Həyat öz işini görür. Amma mən burada məsləhətim budur ki, ümumiyyətlə insanlar həmişə elə uşaq vaxtından, cavan vaxtından özlərini tapa bilsinlər. Mən çox istəyərdim. Niyə? Çünki qabaqda o qədər gözəl illər, günlər, o qədər insana, o qədər bilsiz nələr gözləyir də, çox gözəl günlər. Düzdür, mən yenə çox şükürlər olsun ki, bu yaşda da olsa, gec də olsa mən özümü tapmışam. Mənim üçün elə bir ki, siz nədir? Qəribə bir həyatım, dünyam başlayıb mənim üçün. Burada tamam bir başqa dünyam var idi. Yenə deyirəm, ev, eşik, ailə, uşaq, normal, hamıda olduğu kimi. Burada isə həmin bunlar var, amma bu tərəfdə mən şəxs özümü tapdım. Mehribanı tapdınız. Bəli, mehribanı da oradan tapdım. Biri var ki, mənə olan uşaqların, ailənin mənə ehtiyacı var idi. Mən onlara lazımam. Amma bu biri tərəfdən isə mən sənətimə lazım oldum. Belə deyim, bu birisi tərəfdə isə mehriban özünə lazım olanı tapdı. Bəli, başqalarına o lazım idisə, artıq ona lazım olanı tapdı. Bəli, özümə də, sənətimə də elə bir-birimizi biz tapdıq, dostlaşdıq. Mən deyirəm ki, ay Allah, qurban olum sənə. Nə yaxşı mənə bəlli yaşda olsa, bu sənəti mənə verdin. İstedadımın yönünü göstərdi. Bəli, doğrudan da mən o qədər xoşbəxtəm bu sənəti mənə verdiyinə görə. Və bu sənət vermək deyəndə bunun işimdə var imiş. Bu içərdən məni bu istedadımı Allah Taala çıxartdığına görə şükürlər olsun. Məsələ budur. Ən əsası odur. Mehriban xanım, adətən belə baxdığımız zaman dünyada da qadın rəssamlara rast gəlmək az mümkündür. Yəni istedadlı qadın rəssamlar çox azdır. Dünya rəssamlıq tarixinə də nəzər yetirsək, elə Azərbaycana da. Bəs bir rəssam kimi sizcə qadının gücü nədədir? Rəssam qadının gücü nədədir? Ümumiyyətlə qadının gücü nə ilə ölçülür? Ailəsi iləmi, yoxsa sahib olduğu istedadın ona çıxardığı yolla mı? Mənim üçün insan birinci gücünü özündən alır, ikinci də mənim üçün də indi ailəmdən. Mənim ailəm əgər mənim yanımda olmasa, inanmıram ki, mən bu sevgini, bu gücü verə biləm, kətana köçürə biləm. Çünki mən özümdə hiss edirəm ki, qızım, mən ailəmlə də nə isə belə qanım qaralanda mən işləyə bilmirəm. Mümkün deyil. Mütləq gərək hər şey gözəl, okey, hər şey qəşəng olmalıdır ki, xoşbəxt olum ki, mən gəlim əlimə kista alım, bunu çəkim. Çünki mümkün deyil, heç nə eləyə bilməyəcəm. Adam var ki, yaşayır həyatını, normal. Mən onu eləyə bilmirəm. Mənim evdəkilər də bilirlər mənim xasiyyətimi. Ona görə çalışırlar, məni qoruyalar, mənim xətrimə dəyməsinlər. Ay ananı söz demək, ay ana küsər, ay belə, ay elə könlümü alırlar ki, ana qoy işini yaxşı yarada bilsin. Hə, yarada bil. Ana yaradıcıdır. Ona biz mane olmayaq, onu incitməyək, onun qəlbini qırmayaq, ona əsəbləşdirməyək. Qoy ana öz işi ilə xoşbəxt olsun. Çünki ana yalnız orada xoşbəxtdir. Belə deyək. Ailə yenə deyirəm, ailə öz yerində onu qoyaq. Əlbəttə, siz qeyd elədiyiniz kimi, insan dünyaya tək gəlir və fərdin xoşbəxtliyi isə özünün daxili aləmindən asılıdır. Özünün daxili aləmindən asılıdır, qızım. Bəli. Təşəkkür edirik bir daha fikirlərinizi təşəkkür bizimlə bölüşdünüz. Yenidən görüşərik, ümid edirəm ki, bu əsərinizin də arxasında sirr məhz bizimlə qonaq olmağınız oldu, bizimlə birlikdə çəkməyiniz oldu. Sizin də duyğularınızı Allah düşünürəm, tamaşaçılarımızdan sağollaşaq. Çox sağ olun. Doğrudan da valla rəssamlıq sənəti çox gözəl bir sənətdir. Duyğuların belə deyək, həyatla birlikdə ahəngidir. Doğrudan bilirsiniz nədir? Hərdən bir də görsən baxırsınız göyə, deyirsiniz ki, tutulub, göy tutulub, qanın qaralır. Amma siz onu kətana elə gözəl fırça ilə elə gözəllik yaradırsınız. İstədiyiniz o gözəl rəngi, gözəl ahəngi yaradırsınız və nasıl belə deyək, daha da belə İnsan müsbətə köklənir. Ona görə rəssam gözəllik yaradan bir insandır. Rəssam xüsusi insanlardır. Rəssamlar çox duyğusal, çox belə deyək, həm də bu sənəti axıracan
çatdırmaq özü də bir iradədir, mətindir, gücdür. Rəssamlar elə belə adam deyirlər. Rəssamlar o qədər gərək iradəli, belə möhkəm iradəyə sahib olmalıdırlar ki, onlar belə gözəlliklər yarada bilərlər. Hər adam onu eləyə bilməz. Və istedad budur. Əziz tamaşaçılarımız, bugün qeyd etdiyim kimi qonağım rəssam Mehriban Alışova idi. Yenidən görüşmək ümidi ilə sağ olun, sağ qalın.